Mən Azərbaycan xalqını salamlayıram və başıma gələn seçki mühitində bir hadisəni danışmaq istəyirəm. Yəni, daha doğrusu seçki mühitinin olmaması ilə bağlı, bir hüquq müdafiəçisi kimi son günlərdə fəaliyyətimlə bağlı danışmaq istəyirəm. Demək, təxminən bir neçə ay bundan qabaq Almaniyada yaşayan, müasir həyatı yaşayan bəzi şəxslər mənə müraciət etmişlər ki, onların ailələrinə, onların özləri barəsində qondarma cinayət şəxs olmuşdur. Demək, bunların biri, Ukraynada Təvəkkül Universitetinin Ukrayna filialının rektoru Riyad Əliyevdir, o əslən Göyçaylıdır. Və biri də, demək, keçmişdə jurnalist olub, türmə həyatı yaşamış Aqil Mahmudovdur. Bunlar hər ikisi mənə, demək, müraciət etmişlər ki, onların hüquqlarını qoruyam. Və 9 noyabr 2015-ci il tarixdə mən bu hər iki şəxsdən mesaj aldım ki, onların ailə üzvlərini, Riyad müəllimin demək, iki qardaşını və Aqil Mahmudovun anasını Göyçay Polis İdarəsinin rəisi demək, İslam Hümbətov polisə dəvət edib və onlara hədə-qorxu gəlib ki, onlar öz çıxışlarını demək, dayandırsınlar. Öncə mən qeyd etmək istəyirəm ki, sözsüz ki, hər bir insanın öz fikir söyləmə hüququ var. Mən ümumiyyətlə, istər kim olursa olsun, özümə də aid edirəm. Demək, mən hər hansı bir insanı tənqid etmək tərəfdarıyam. Sözsüz ki, təhqir etmək tərəfdarı deyiləm. Çünki bu heç bir nə ziyalıya, nə heç bir demək, ölkə rəhbərliyinə, nə bir hakimiyyətdə olana və hətta ümumiyyətlə ağlı başında olan bir şəxs kiminsə demək, təhqir etmək özü bir alçaldıcı bir formadır. Bütün bunlara baxmayaraq, amma insan hüquqlarını hörmətlə yanaşmaq lazımdır və həmişə demişəm və yenə də deyirəm, ümumiyyətlə ailə, evlad, ana, insanın, belə deyək, evladları müqəddəs sayılır. Biz dini cəhətdən götürsək, İslam dininə itaət edən bir millətik. Yəni, ona görə də burada yol vermək olmaz ki, istər bu söz hamıya aiddir. Yəni, həm iqtidarda olanlara, həm müxalifətdə olanlara. Ancaq burada mən müəyyən bir demək, fikir söyləmə var. Təhqir mən heç vaxt nə Riyad Əliyevdən və yaxud da nə də Aqil Mahmudovdan kimisə təhqir etməsini rastlaşmamışam ki, kimisə təhqir etsinlər. Onlar öz fikirlərini yazırlar. Ümumiyyətlə, bir sözlə hər bir insanın öz hüququ var. Əgər o hər hansı bir cinayət törədirsə, kimisə təhqir edirsə, bunun üçün demokratik cəmiyyətlərdə məhkəmə sistemi var və məhkəmə müraciət etmək var. Beləliklə, mən bu məlumatı alandan sonra ki, polisə ailə üzvləri aparılıb və belə deyək, qadınlar aparılıb və orada onlara qarşı belə deyək, psixi və psixi təsir göstərilib ki, demək, onlar öz fəaliyyətini dayandırsınlar. Mən öncə də deyirəm ki, və yenə də bildirmək istəyirəm ki, hər bir insanın öz fikir azadlığı var. Bu, demokratik cəmiyyətlərə aid olan bir məsələdir. Və mənə məsələ çatanda ki, ailə üzvlərini polisə dəvət ediblər. Mən sırf o baxımdan ki, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hər hansı bir şəxs hətta cinayət törətdiyi bir halda onun nə valideyni, nə qardaşı, nə bacısı, nə anası cavabdehlik daşımır. Hətta cinayət məcəlləsində, cinayət prosessual məcəlləsində və konstitusiyada bilavasitə göstərilib ki, cinayət törətmiş şəxslərin yaxınları ifadə verməkdən belə imtina etmək hüquqları var. Bütün bu metodlar ki, yaxın qohumları dəvət edib, onlara hansısa bir zor tətbiq etmək və yaxud da hədə-qorxu gəlmək, bu qanunsuzluqdur. Bunu bir dəfəlik bu hakimiyyət də, polis orqanları da, prokurorluq orqanları da anlamalıdırlar ki, vətəndaş hər hansı bir şəxs qanun pozursa, hər hansı bir şəxs, hər hansı bir belə deyək, qanunu pozursa, hətta cinayət törədirsə, onun yaxınları ona görə cavabdehlik daşımamalıdır. Beləliklə, 9 noyabrda mən Göyçay Polis İdarəsinə gedirəm, onların xahişi ilə nə baş verir? Öyrənirəm və polis idarəsinin rəis müavini Rəhim Rəhimov adlı bir, belə deyək, polkovnik sayılır. Belə deyək, 10 ildir artıq təqaüdə çıxmaq
zorunda olan bir adam hər dəfə rüşvət və nəyinsə verir, hakimiyyət, demək, polis rəisi vəzifəsində qalır. Mən sizə bir fakt deyim. Mən gözümü açandan 1992-ci ildə Rəhim Rəhimov gözündə polis rəisi müavinidir. 25 ildən artıqdır. Bu nədir? Bu nə sistemdir, mən anlaya bilmirəm. Beləliklə, bir də ona qeyd etmək istəyirəm ki, Göyçay polisi və polis rəisi İslam Ümmətov ümumiyyətlə həmişə hörmətlə yanaşmışdılar mənə. Mən buna görə də öz minnətdarlığımı bildirirəm. Rəhim Rəhimov isə ümumiyyətlə mənim adım gələndə, üzr istəyirəm, bilmirdi hara qaçsın, hara girsin. Çünki bütün Göyçayda törətdiyi onun cinayətləri barədə mən məlumatlıyam. Beləliklə, mən polisi tərk edən vaxtı mənə dedilər ki, belə bir hadisə baş verməyib, güya baş verməyib. Və nə baş verir? Adicə bir söhbət əsnasında bildirirəm ki, yəni belə şey etmək olmaz, biz Avropa inteqrasiya olunuruq, biz demək, qərb dövlətlərinə inteqrasiya olunuruq, beynəlxalq öhdəliklərimiz var, belə şeylər etmək olmaz. Nədir? Polis podpolkovniki, idarə rəisi müavini Amerika dövlətini təhqir edir. Amerikanın prezidentinin qızının arvadını söyür. Almanya kanslerinə üzr istəyirəm, küçə söyüşlərindən təhqir edir. Almanya dövlətini təhqir edir. ATƏT-i təhqir edir. Dəhşətə gəldim və 30-40 polis ilə üstümə hücum edir ki, sən hansı məqsədlə gəlmirsən, sən də bu qərbin nümayəndəsisən, sən də bu qərbin, belə deyək, adamısan və bütün bu qərb dövlətlərini təhqir edirlər, dövlət başlarını təhqir edirlər. Sözsüz ki, mən elə həmin günü təşkilatın adından bəyanat gəlmişdim və yenə də bildirirəm. Mən rəsmi surətdə bu dövlətlərin dövlət rəhbərlərinə müraciət edəcəm. O cümlədən də mən sözsüz ki, ölkə prezidenti İlham Əliyevə və Ramil Yusubova da müraciət edəcəm. Bu nə təvəkkürdür, bu nə sistemdir. Mən Azərbaycanda heç kimdən heç nə tələb etmirəm, qanunu tələb edirəm. Deyirəm ki, bir vətəndaş hər hansı bir cinayətlə törədirsə, onun anasını, bacısını, arvadını, uşağını polisə aparmaq olmaz. Bu qeyrətsizlikdir, namussuzluqdur bu. Olmaz. İnsan adam da öldürə bilər. Bir adam cinayət törədir, adam öldürür, tapa bilmirlər, arvadını gətirirlər, qızını gətirirlər. Belə sistem olmaz. O cinayəti o törədib, onun arvadı, anası törətməyibdir. Bilirsiniz, anlamırsınız ki 21-ci əsrdir, anlamırsınız ki indi kompüter, indi nə bilim hansı əsrdir, nə idarə edə bilmirsinizsə, durun qırağa deyil, idarə edə bilmirik. Bu nə sistemdir? Çayxanada bərkdən danışırlar, şərliyirlər, kiminə nə işə qoyub aparırlar, pul alırlar. Bəsdirin. Mən bu günə qədər Göyçay polisinə, belə deyək, mən cəza çəkdiyim müddətdə həmişə bu polis orqanları mənə hörmətlə yanaşmışdılar. Elə cənab nazir Ramil Yusubov da mənə hörmətlə həmişə yanaşmışdır. Nə mənə də hörmətlə? Yəni mən bir hüquq müdafiəçisi kimi düzdür, 7 dəfə qanunsuz polis tərəfindən həbs olunmuşam. Amma mənim onunla görüşüm olub. Və görüş vaxtı hələ 2011-ci il tarixdə həddindən artıq yüksək səviyyədə məni qarşıladı. Öz fikrini bildirdi. Mənimlə razılaşdırmayan şeydə ki, bəli, polis içində cinayətkarlar da var, polis içində rüşvətxorlar da var. Bu, Vüqar Məmmədərov vardı, Göyçayın polis rəisi, cinayətkarın biriydi. O vaxt azad etdi onu işdən. Belə müsbət hallara mən sağ ol deyirəm. Amma belə şey törətmək olmaz ki, vətəndaşın anasını, qardaşını, bacısını çağırın ki, siz evlatlarınıza deməsiniz ki, onlar sussunlar, biz sizə qarşı ən zor tətbiq edəcək. Bu nə sistemdir? İbtidai icma quruluşunda 2000-bundan əvvəl belə şeylər olmayıb cənab Ramil Yusubov, cənab İlham Əliyev, belə şeylər olmayıb. Belə şeylər ancaq Azərbaycandadır. Heç Ruandada belə şey olmayıb. Heç Afrikanın ən geridə qalmış ölkələrində belə şey yoxdur. Bu nə sistemdir? Bu nə görəcəkdir? 30 polis əməkdaşı rəis müavinindən hücum edirlər mənə. Hüquq müdafiəsinə. Nə var qanun tələb etmişəm. Mən gedib nəsə bir söz demişəm, qanunu tələb etmişəm. Sözsüz ki, buradan mən Ramil Yusubova müraciət edirəm. Cənab Ramil Yusubov, siz hansısa bir dövləti bəyənə bilmərsiniz. Amma o demək deyil ki, Rəhim Rəhimov kimi bir qatı cinayətkar, hansı ki adı zorlamada keçirdi, 500 dənə qoyun saxlayıb, polis rəisi də
qoyun saxlayar. Göyçaylı Gütlü kəndində 1000 dənə qoyun dana saxlayır, qoyun saxlayır. Hamısı da oğurluq. Bunu mən sizə deyirəm və cavab verməyə hazıram. Verin məhkəməyə, sübut edin mən sizə. Kimdir o Rəhim Rəhimov? 1993-cü ildə, 94-cü ildə burada bəzi uşaqları həbs etmişdi. Deyirdi ki, mən cəbhəçiyəm, İskəndər Həmidovun qohumuyam. İndi nə oldu? Niyə İskəndər Həmidovun qohumu deyirsən? Rəhim Rəhimov. Adıva Maç Rəhim deyirlər. Göyçədə sənin adını gör Maç Rəhim qoyublar. Maç bilirsən də nə deməkdir? Və sənin o törətdiyin cinayətə görə mən hələ türmədə yatanda başımı qıttıranda buradakı Göyçay kifizesində süpürürdün o mənim arxamca o saçımı. İndi qeyrətə gəlmirsən, güya sən də dövlətçilik qoruyursan. Adın 100 cinayətdə hallanır. Mən artıq dərəcədə Daxili İşlər Naziri Ramin Yusubovdan və Prezidentdən xahiş edirəm.